Salam hörmətli izləyicilər, bugün sizinlə üslubiyyatla bağlı məqamlar aydınlıq gətirəcəyik. Cəmiyyətin müxtəlif sferalarında, sahələrində dilin daxili imkanlarından eyni səviyyədə istifadə olunmur. Bu müxtəliflik özünü iki cür təzahür etdirir. Birinci, ümumi olaraq, ikinci isə xüsusi formada. Ümumi formada təzahür dedikdə biz funksional üslublar sistemini nəzərdə tuturuq. Funksional üslublar sisteminə elmi, bədii, publisistik, rəsmi işgüzar və məişət üslubları daxildir. İlk olaraq bugün sizinlə bədii üslubdan danışacağıq. Bədii üslub deyərkən qısaca onu qeyd eləməliyik ki, bədii üslub bədii əsərlərin dilidir. Bu da özünü poeziyada, nəsr və dramaturgiyada göstərir. Bunu biz ədəbiyyatdan bilirik. Bədii üslubun əsas cəhəti obrazlılıqdır. Yəni obrazın etik formasıdır. Eyni zamanda obrazlılıq özü ilə emosionallığı, yəni ekspresivliyi də gətirir. Bədii üslubun əsas cəhətləri, əsas yerdə saxlanılan məqamları ilk olaraq bunlardır. Və eyni zamanda qeyd eləməliyik ki, bədii üslub xalq danışıq dilinə yaxındır. Amma bunu məişət üslubu ilə qarışdırmaq lazım deyil. Bədii üslubun özünə məxsus cəhətləri var. Nəsr və dramaturgiya formasını təzahür edilir, qeyd elədiyimiz kimi. Burada sözün məcazi mənasından, bədii ifadə və təsvir vasitələrindən, retorik suallardan, ellipsisdən, təzadlardan və mübaliğədən geniş istifadə olunur. Digər tərəfdən, alliterasiya və asonans da burada tez-tez rast gəldiyimiz məqamlardan biridir. Yəni, samitlərin və sait səslərin təkrarı. Elmi üslubdan danışarkənsə, biz ilk növbədə onu qeyd etməliyik ki, monoqrafiyaların, dərsliklərin, dissertasiya işlərinin və s. dilidir. Yəni, elmi üslub, bədii üslubdakı kimi xüsusi təzahür formalarına malikdir. Gəl bunları nəzər salaq. Burada baxın, məntiqilik, ardıcıllıq, dəqiqlik və terminslik əsasdır. Bədii üslubdan danışarkən biz həm də onu qeyd elədik ki, burada əsas obrazlıqdır, ekspresivlikdir, emosionallıqdır. Elmi üslubda isə bunu terminsliklığı, terminologiya əvəz edir. Baxın, terminlər burada çoxlu təşkil edir, bunu qeyd elədik. Burada mürəkkəb cümlələr, modallıq bildirən söz və ifadələr çox işlənir. Yəni, bunun işlənmə tezliyi yüksəkdir. Burada fikirlər konkret olaraq, bir mənalı olaraq ifadə olunur. Formullardan, üslublardan, qrafiklərdən, diaqram və cədvəllərdən geniş istifadə olunur. Baxın, müəyyən istisnalar xaric olmaqla, bu həmişə belə olmur. Müəyyən istisnalar təbii ki, olur. Burada obrazlıq demək olar ki, özünü göstərmir. Baxın, testdə müəyyən qədər qarşımıza gələ bilər, rastlaşa bilərik ki, hansısa bir elmi mətndir, orada müəyyən qədər üslubi salamlar var. Amma bu sizi çaşdırmasın. Bu demək deyil ki, o bədii üslubdadır. Yəni, qeyd olunur ki, istisnalar daxilində biz həmin məsələləri diqqət yetirməliyik. Eyni zamanda qeyd edilməliyik ki, bədii üslub qədər elmi üslub geniş istifadə olunmur. Elmi üslub əsasən terminlərdə özünü göstərir və terminlər konkret olur. Burada emosionallıq, hansısa bir ekspresivlik, obrazlıq özünü göstərir, əziz izləyicilər. Terminlərin əsas hissəsini alınma sözləri təşkil edir. Bu, həm Azərbaycan üçün, həm də dünya üçün belədir. Yəni, biz beynəlmiləl terminlərdən necə istifadə ediriksə, bu beynəlmiləl terminlər, sözlər, digər ölkələrin də konkret sahələrində geniş istifadə olunur. Baxın, bəzi sözlər var ki, bunlar həm termin kimi, həm də ümumşülər sözlər kimi qarşımıza çıxa bilər. Məsələn, isimdir, sifətdir, saydır, səsdir, nümunədə qeyd olunduğu kimi. Biz bunu gəlin belə düşünək. Məsələn, isim həm nitq hissəsi kimi, həm də ad kimi. Eyni zamanda sifət həm nitq hissəsi kimi düşünə bilərik. Buna həm də sifət, yəni bildiyimiz sifət mənasında. Səs, saydan həmsinin. İzlədiyinizə görə təşəkkürlər.